Değerli izləyicilərimiz, salamlayıram sizləri. Bugün Ak Qrup MMC-də sual-cavab rubrikasıdır. Bizimlə bir yerdə bizim dəyərli dizaynerimiz İbrahim İsmailzadədir. İndi bütün suallarınızı, deməli, siz ünvanladığınız suallarınızı İbrahim İsmailzadə cavablanacaqdır. Deməli, İbrahim, belə deyək, müştərilər tərəfindən suallar ünvanlanır bizim Ak Qrup MMC-yə ki, yəni bizə, yəni sizin şirkətdə dizayn olunmadan, belə deyək, smeta dəyərini çıxartmaq olurmu? Həm tikintinin, həm təmirin. Yəni bu barədə müştərilərimizi cavablandır. Salamlayıram mən də hörmətli izləyicilərimizi. Deməli, çox sual var ki, bəli, birinci ev tikintisinə, ev və ya obyekt tikintisinə və mənzil dizaynına başlamamışdan qabaq müştəri bilmək istəyir ki, həmin aparılacaq prosesin qiyməti nədir, dəyəri nədir və nə qədər mənim xərcim çıxacaq sualı bugün çox geniş yayılıbdır. Deməli, burada belə bir məsələ var ki, smeta çıxartmaq üçün, smeta ümumi belə deyək, xərclənəcək pulun miqdarıdır. Bəli. Smeta dəyəri. Yəni bu o deməkdir ki, yəni veriləcək layihənin yekunda xərclənəcək pul nə qədər olacaq? Bu necə olur? Əgər söhbət tikintidən gedirsə, tikintidə eskiz layihə, yəni ilkin sənəd növü deyilir. İlkin sənəd növü mütləq lazımdır ki, burada indi ilkin sənəd növündə evin fundamentin planı, birinci mərtəbənin planı, varsa ikinci mərtəbənin planı və digər ölçülər hamısı dəqiqliklə göstərilir. Burada armatur sayı, betonun markası, ustanın zəhmət haqqı, istifadə olunacaq materiallar, bunlar hamısı sadəcə eskiz layihə vasitəsilə sadəcə və sadəcə tikintinin smeta dəyəri çıxartmaq mümkündür. Amma təmir layihəsinin smeta dəyərini hesablamaq üçün mütləq şəkildə dizayn lazımdır. Bəli. Çünki hər hansı bir dizayn layihəsi həyata keçmədən, görüntü olmadan, yəni orada istifadə olunacaq aboyun və yaxud da dekorativ şkaturka olsun, emulsiya olsun, tavanda istifadə olunacaq fiqurlar olsun, vurulacaq lüstr, vurulacaq spot, bütün bunların hər biri öz modelinə, öz dizayninə görə qiymətin hər birini dəyişir. Ona görə də mənzilin hansı üslubda, hansı formada dizayn olunmadan, yəni olunduğunu görmədən, görüntünü əldə etmədən, hər hansı bir şifahi formada təxmini olaraq smeta dəyəri bu qəti şəkildə zidd bir məsələdir ki, yəni bu heç vaxt dəqiq olmayacaq, müştərinin hesabına, cibinə uyğun heç bir zaman orada təmir və yaxud da digər proseslər gedə bilməz. Bəli, çox sağ ol. Deməli, digər sualımızı da verim. Buyurun. Bizə müştərilər suallar ünvanlayırlar ki, sizdə planirovka, yəni həyətin düzləşdirilməsi, nivelir vasitəsilə. Bəli, şirkətimizdə bütün lazımi tikinti və təmir avadanlıqları mövcuddur. Bunun üçün yəni ixtisaslaşmış kadrlar, ustalar, proraf hər biri var. Nivelir vasitəsilə deməli lança planirovkasının sıfır nöqtəsi götürülür və bütün yəni ərazi belə deyək kvadraturasından asılı olmayaraq istənilən böyüklükdə ərazinin biz nivelir vasitəsilə sıfırını götürərək düzləşdirmə prosesini aparırıq və bütün planirovkalar hər biri ölçü ilə verilir və ixtisaslaşmış kadr nəzarəti altında ustalarla bu məsələ həyata keçirilir. Belə deyim, bunlar hamısı da belə deyək, hamısı vaxt aparan işlərdir. Bəli. Məsələn, bugünkü gündə, yəni belə deyək, ən çox da dizayna müraciət edən müştərilər var ki, görür ki, hamı tələsir. Bəli. Kimi deyir, ustam gözləyir, kimi deyir, məsələn, materialım gözləyir, nəsə. Amma birinci növbədə müştərilərimiz onu deməli, razılaşmalıdır ki, bizlə ən birinci növbədə dizayner öz işini yekunlaşdırmalıdır. Ustanın hər bir etdiyi mərhələ, hər bir gördüyü iş dizaynerin verdiyi plan əsasında həyata keçirilir. Əgər ustanın gözləməyi burada şərtdirsə, deməli o gözləməlidir. Yox, ustanın gözləməsin deyib dizayneri tələsdirərlərsə, o iş heç bir zaman keyfiyyətli formada həyata keçə bilməz. Səhvlər olacaq. Belə də deyim, dizaynerlə bağlı vaxt aparmasından həm də ki, belə deyək, smetanın da hesablanması müəyyən vaxt aparır. Yəni bizə müraciət edirlər ki, 3 günə
evin təmirinin belə deyək, smeta dəyərini çıxart ver. Bu mümkün olan şey deyil. Çünki hər bir detal bir-bir hesablanır, qiymətləndirilir, ondan sonra müştəriyə təqdim olunur. Axırıncı onu da deyim, bizdə təqdim yəni bütün materiallar bizim vasitəmizlə gətirilir. Bizim mağazamızda inşallah bir neçə günə açılacaqdır. Yəni bütün təmirdə istifadə olunan materiallar bizim tərəfimizdən, yəni həm keyfiyyətli, həm də aşağı, yəni digər mağazalara, Balakən mağazalarına qiymətlər aşağı olacaq, yəni daha münasib olacaq. Yəni biz həmişə öz belə deyək, şirkət olaraq öz deməli iş qabiliyyətimizlə, həm satış qabiliyyətimizlə, müştəriyə təqdim etdiyimiz malla, məhsulla belə deyək, hər zaman bütün bölgədə, regionda, yəni seçilməyi bacarmışıq və əsas hədəfimiz də bu olubdur. Ona görə biz hər bir, yəni bu ekran vasitəsilə də hər bir belə deyək, təmir və tikinti ilə məşğul olan və olmaqda olan müştərilərimizə yaxınlaşırıq, izləyicilərimizə səslənirik ki, yəni seçim edərkən Aqgrup MMC-yə müraciət edin, bizə müraciət edin. Biz sırf bu işlə məşğuluq və bu iş üzrə ixtisaslaşmışıq. İbrahim, çox sağ ol. Suallara cavab verdiyiniz üçün. Yəni yenə də sizlərlə olacaq. Bütün sizin ünvanlayın suallarınızı, təmirlə bağlı, tikinti ilə bağlı, əsas dizaynla bağlı suallarınızı bizə bütün sosial şəbəkələr vasitəsilə ünvanlayın. Suallarınızı cavablayaq. İbrahim İsmailzadə bizim təcrübəli, illərlə təcrübəsi olan dizaynerdir, həm də öz sənəti üzrə təhsil almış, belə deyək, sənətkardır. Təşəkkür edirəm. Minnətdaram. Sağ olun. Sağ olun.